Qanda şəkər rəqəmləri oynayanda, yəni şəkər dalğalanması zamanı bədəndə nələr baş verir? Salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə çox vacib, amma çox yanlış anlaşılan bir mövzunu danışmaq istəyirəm. Qanda şəkər dalğalanması. Yəni şəkərin qanda oynadığı anlarda bədəndə nələr baş verir? Çoxumuz bilirik ki, şəkər bir enerjidir, ancaq bu enerji də sabit olmalıdır. Gəlin addım-addım baxaq və ilk olaraq sağlam adamlarda kontrolsüz şəkər qəbulu zamanı nə baş verdiyinə nəzər yetirək. İlk olaraq qanda şəkər qalxanda nə baş verir? Səhər aclıqdan sonra qəfil karbohidratlı bir yemək yeyəndə, şirniyyatla çay qəbul edəndə qanda şəkər sürətlə qalxır. Pankreas dərhal insulin buraxır ki, şəkəri hüceyrələrə keçsin və qanda qlukoza çox qalırsa, bu da insulin dalğasının daha güclü olmasına səbəb olur. Nəticədə 2-3 saat sonra şəkərin yüksək insulin dalğası hesabına kəskin düşməsi də baş verir. Şəkər düşməyə başladıqda bədə nə baş verir? Beyin üçün qlukoza əsas yanacaqdır. Qlukoza qanda kəskin düşəndə beyində təhlükə siqnalı yaranır. Kortizol və adrenalin buraxılaraq orqanizmə kömək etməyə başlayırlar. Nəticədə orqanizm gərgin, əsəbi, titrəmə hissi, acılıq hissi, konsentrasiyada itki, qəfil enerji enməsi halları ilə qarşılaşır. Buna reaktiv hipoglikemiya da deyilir. Bu dalğalanmalar əgər tez-tez təkrarlanarsa, orqanizm müdafiə üçün insulin müqavimətini artırır. Yəni hüceyrələr artıq insulini eşitmir və bu da zamanla prediabet və ikinci tip diabetin başlanğıcı hesab olunur. Bəs xroniki xəstələrdə, yəni diabet xəstələrində şəkər dalğalanmaları nə ilə nəticələnir? Diabetli pasientlərdə şəkər dalğalanmasının özünün ciddi fəsadları vardır. Elmi tədqiqatlar göstərir ki, qlukoza təkcə dalğalanaraq, təkcə şəkər qəbulu ilə deyil, həmçinin oksidativ stres və iltihabi zəncirin yaranması ilə mümkündür. Harvard və Mayo Klinik məlumatlarına görə damar divarları bu zaman zədələnir, beyinə gedən qidalanma azalır, kortizol melatonin balansı pozulur və bədəndə erkən yaşlanma prosesi başlayır. Hətta ADA-nın 2025-ci il standartlarında qeyd olunur ki, gündəlik qlukozanın variasiyası 3 aylıq şəkərin, yəni glikohemoqlobinin dəyərindən qədər ondan daha vacib dəyər hesab olunur. Yəni şəkərin sabit qalması təkcə diabet üçün deyil, ümumi sağlamlıq üçün bir hədəfdir. Bəs niyə sağlam insanlar da bunu izləməlidir? Sağlam insanlarda şəkər niyə sabit olmalıdır? Çünki şəkər dalğalanması sadəcə qanda şəkərin yüksəlib enməsi ilə bitmir. Bu qanda kortizolun da sürətlə dəyişməsinə, hormonal disbalansa, zamanla insulin dirənci, prediabet və diabetə, saç dəri problemlərinə gətirə bilir. Bundan başqa yüksək insulin anabolik hormon olduğuna görə yağın toplanmasına, xüsusən qarın ətrafında artmasına, leptin müqaviməti ilə nəticələnə bilir ki, və bu zamanda mövzu təkcə diabet deyil, həm də metabolik sağlamlıq mövzusudur və piyələnmədir. Bəs şəkəri necə qanda sabit saxlamaq olar? Qısa praktik olaraq nə edə bilərik, o haqqda demək istəyirəm. Hər yeməkdə lif və protein daxil etməyi unutmayın. Lif bağırsaqlardan qana qlukozanın sorulmasını ləngidir. İnsulin dalğasını azaldır və bu zaman qlukozanın da qəbul sırasına diqqət etmək lazımdır. Əvvəl tərəvəz və protein qəbul olunmalıdır, sonra da isə karbohidrat qəbul olunmalıdır. Qısa piyada hərəkətlər, yeməkdən sonra 10 dəqiqə hərəkət belə qlukozanı 20-30% səviyyəsini qanda endirə bilər. Gecə qəlyanaltı və spirtli içkilərdən, xüsusən şəkərli içkilərdən də uzaq durmanız tövsiyə olunur. Yetərli yuxu və stresin idarə olması da sizi bu prosesdə daha yardımcı olur. Çünki yuxusuz gecə növbəti gün insulin müqavimətinin artmasına səbəb ola bilər. Yekun olaraq demək istədiyim odur ki, balanslı şəkər bərabərdir balanslı həyat. Glukoza dalğalanmaları bədəndəki bütün sistemlərə təsir edir. Hormonlar, enerji, beyin funksiyası, immun sistemi və burada elmin gözəl bir mesajı hər kəsə aydın olur. Glukoza sabitliyi uzun ömürlülüyün əsas göstəricisindəndir. Sağlam yemək, hərəkət, yuxu bunlar sadəcə fitness məsələsi deyil, həm də bədən kimyasının sabitliyidir. Sonda isə videomuzu sona qədər izlədiyiniz üçün sizə təşəkkür edirəm və bu videonun daha çox insana faydalı ola bilməsi üçün bəyənməyi və paylaşmağı rica edirəm. Özünüzə yaxşı baxın.